Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Velhamdülillahi Rabbil alemin. Allahümme enfa'ni ve allamtana ve allimni ma yenfa'ni ve zidni ilmə. Sonra şeyx gətirir ki, bəb mən bətə aləl vudu, dəstəmaz üzərində yatmaq və ya dəstəmaz alaraq yatmaq və ya dəstəmazlı halda yatmaq. Bu duanı əzbərləyin. Bu dua çox mühimdir ha, yatmamışdan öncə. Ən axırıncı bu olsun da elə bil ki. An Bəra ibn Azibdən rəvayət olunur hədis. Qalə Nəbiyyü sallallahu aleyhi və səlləm. Allah Rasulü sallallahu aleyhi və səlləm dedi. İzə əteytə mədcəəkə fətəvadda vuduəkə lissalə. Əgər yatmaq istədikdə və ya yatmağa getdikdə namazda necə dəstəmaz alırsan, o cür dəstəmaz al. Dəstəmazda, yəni adi aldığınız dəstəmaz kimi dəstəmaz al. Thumma ittəcə alə şiqqatı əymən. Və sonra deyil, sağ tərəfinə və ya sağ böyrünə uzan. Thumma qul, sonra de. Allahümmə əsləmtu vəci iləyk. Allahım, üzümü sənə təslim edirəm. Bir hədisdə gəlir, Allahümmə əsləmtu nəfsi iləyk. Nəfsimi, özümü sənə təslim edirəm. Onun başqa nədir? Versiyalarda var. Və fəvvattu əmri iləyk. Bütün işlərimi sənə həvalə edirəm. Və əlcə'tu zahri iləyk. Kürəyimi sənə etibar edirəm. Rəğbətən və rəhbətən iləyk. Yəni, sənə ümid edərək, səndən qorxaraq bunları sənə təslim edirəm. Lə məlcə və lə məncə minkə iləyk. Gətirir ki, lə məlcə və lə məncə iləyk, yəni bütün sığınacaq və sənin əzabından, yəni xilas olmaq nicat yeri yenə də sənə yönəldirəm. Yəni ki, qorxacaq bütün işlərimin yerini olmasına və ya nicat yerinin olmasını yalnız sənə neynirəm, yönəldirəm. Yəni, mənaca bu mənacadır. Yəni, sığınacaq və sənin əzabından xilas olmaq üçün nicat yeri yenə də sənə yönəlməkdir. Yenə də sənə tərəf iləyik, yəni sənə tərəf yönəlməkdir. Yəni, hər bir şeydən xilas olmaq üçün, əzabdan xilas olmaq üçün yönəlmək yeri yenə də sənsən. Yəni, burada çox məna verir. Sonra gətir ki, Allahümmə əməntu bi kitabik əlləzi ənzəltə. Allahım, o kitaba iman gətirirəm, hansı ki, sən onu nazil etdin. Və nəbiyyikə əlləzi ərsəltə. O peyğəmbər ki, hansı ki, sən onu göndərdin. Hər birinə, kitabına da peyğəmbərinə iman etdim. Fəin muddə min leylətikə fəəndə alə fitrə. Burası dəhşətdir. Bunlar dedikdən sonra onlar da Allahın qədəridir. Sən dünyanı gecə yatdığın yerdə dəyişərsənsə, sən fitrət üzərindəsən. Müsəlman üzərində, iman üzərində dünyasını dəyişmiş olursan. Hətta bəzi alimlərə də gəlir ki, şəhadət də daxildir buna, mənaca, hətta şəhadət də gətirərsən arxasınca şəhid olaraq dünyanı dəyişirsən. Əgər gecə dünyanı dəyişərsənsə, vəfat edərsənsə də.
وَجَعَلْهُنَّ آخَرَ مَا تَكَلَّمُ. Yəni ki, bütün zikirləri etdikdən sonra son kəlmən, duan bu olsun. Yəni ki, namaz girdin, İxlasdır, Fəlaq, Nasdır, bilirsiniz də. Sonra ayət-ü kürsüdür, Əmənə Rasuldur, İxlas surəsidir və sonra zikirlərdir. Sonra İmran surəsinin axırıncı Rabbənədən başlayan dualardır. Yəni bunlar hamısı gəlibdir. Bunları dedikdən sonra ən axırıncı nəyi deyirsən? Bu duanı deyirsən və şəhadət də gətirib yatırsan. Hətta onları deməsən də bunu deyirsən və yatırsan. Hətta şəhadət də gəlməyib. Şəhadət də deyənlər var ki, yəni ki, bir dənə bu kifayət edir. Yatdınsa, dünyanı dəyişdinsə də artıq fitrət üzərindəsən. Müsəlman üzərində. Bəziləri dəstəmaz alır, deyir, duanı sonra yatır ki, bir dənə geçsin, sonra dəstəmaz bozulsun. Ona aidiyyəti yoxdur da, ola bilər insandır. Məsələ, hədəf nədir? Dəstəmazlı halda bu duanı demək. Dəstəmazlı halda bu duanı demək. Hədə min ədəb-i navm. Şeyx Cəsir ki, bu yatmağın nəyinlərindəndir? Ədəblərindəndir. Bu yatmağın ədəblərindəndir. Ən yənəmil insana alə taharədə və zəlikə liənnə nəimə urdatun liənnə yətəvəffəhullahu. Deyir ki, bu insan əgər ədəblərdəndir ki, bu cür yatarsa da o təmiz halda nədir? Yəni nə barədə? Mələklər də onun üçün neyini? Dualar edir. Və yənbəğən təbiyyətə alə taharə. Lazımdır ki, nədir? Dəstəmazlı halda yatsın. Və yətəəkkədu zəlikə ilə cəmə'əl insanı əhlə və lə yənəmu illə alə taharə və lə vuduan alə əqal. Hətta deyir, cəma etsə belə, qusul almasa da yenə dəstəmaz alsın. Bu nədir? Yatmağın ədəblərindən. Ənə sünnətə ittica' alə şiqqəli əymən liənnə Nəbiyyə s.ə.v əmrə bihi və illətu fi zəli. Və bu həmçin ədəblərdəndir, faydalardan ki, müsəlman şəxs yatdıqda sağ tərəfdən başlasın, sağ tərəfdən yatsın. Təbii ki, daimi sağ tərəfdə yata bilməyəcəkdir. Yəni ağrıyır və yaxud da çönmə. Amma başlasın nədən? Sağdan başlasın. Öyrənərsə də tam şəkildə lap gözəl. Sağ tərəfdə yatmağı daha gözəldir. Qilə innəhu ləmmə kənə qalbu fi canibil əysər fə innəl insan izə nəmə alə canibil əysəri iştəqraq في النوم أكثر لأن القلب يبقى مستريحا هابطا وإذا نام على جانب الأيمن تعلق القلب وصار ذلك أدعى لاستيقاظه بسرعة. Deyir ki, həmçinin ədəblər də sağ tərəfdən də yatanda deyir, ürək sol tərəfdədir. Ağırlıq düşmür və rahatçılıq tapır. Və işləməkdə də ürəyə böyük nədir? Təsir edir. Çünki ürək tərəfdə yatsan nə olur? Ağırlıq o tərəfə düşür, biraz əziyyətdən olur. Yəni ki, vurmaq, qanı vurmaq. Amma sağ tərəfdən yatarsansa da sənin üçün çox rahat olur. Və qilə innəl hikmədə fi hədə ənnən fəmən məidəti minəl cənibil əymən. Və izə nəməl insənə və təallətat quvah və kənə bəbu mə'dəti min cənibil əymən səhulə zəlikə fi hadım. Deyir ki, hətta deyir, çox maraqlıdır, mədənin də deyir, əsas yeri sağ tərəfə düşür, deyir. Və yatdığı yerdə yatarsa da onun həzmə böyük deyilməli təsiri var. Fikir verin, yəni böyük deyilməli həzmə təsiri var. Çox deyil faydaları var. Alə kulli həl, hər bir halda yənbəği lənə nəhnu innə nimnə alə cənibil əymənə əllə nətəhəmmə bihədə ta'lil ləti qəd yəkunu alilə və innəmə nəhtemmu bi ənə nənəmu alə cənibil əymən imtithələn li əmri Rasulilləhi sallallahu aleyhi ve sellem innə cəni intifa'u bədəniyyü təbən hədə min ni'mətilləhi. Hər bir halda deyir, bizə lazım olan məsələ odur ki, sünniyə ittibə etmək, sünniyə tabi olmaq. Hə, bədənə gələn o faydalar, onlar tamam başqa bir şey. Amma əsas hədəf qayə nədir? Sünniyə ittibə etmək. Hətta burada əmrlə gəlir. Əmrlə gəlir ki, sağ tərəfə dönün. Hədə tavfidu təmmu lilləhi rabbil aləmin. لأن الإنسان الآن نام وقد فوض أمره توفيدا تاما اللهم أسلمت وجهي إليك وفضت أمري إليك والجهت ظهري إليك فكل جانب من وجهي ظهر. Deyir ki, burada deyir, ən böyük faydalardan odur ki, biri, insan tamamilə özünü Allaha təslim edir. Tamamilə özünü Allaha təslim edir. Artıq hər bir şeyin, bütün işini, bütün bədənini, bütün hər bir şeyini Rəbbinə təslim edir.
Bu da deyil nədir? Ən böyük faydalardandır. Və kulluhu rağbətən və rəhbətən, yəni qorxaraq, ümid edərək, yəni rağbətən fiyhə lədəykə min fadli və thəvab və rəhbətən mimmə indəkə fi iqab. Yəni ki, deyir, rağbə dedikdə, yəni sənin fəzilətini və sənin savabını istəyir, Rəbbindən olan savabını və fəzilətini istəyir. Qorxaraq da dedikdə, onun nəyindən, əzabından, onun verdiyi aqibətdən qorxaraq nədir? Bunu edir. Ləməlcə dedikdə, yəni lə yumkinu əlcəli əhədin dunək. Kəmə qal təala və izə əradallah bi qavmin su'an fələ məraddə ləh. Yəni deyir ki, nə olursa olsun, nicat yolu, sığınacaq yolu sənsən, xilas olmaq üçün, yəni sənə yönəlilir. Lə məlcə və lə məncə minkə, illə iləyik, yalnız sənə. Buradan da deyir, ayədə də olduğu kimi, əgər Allah Subhanahu bir qovmuna nəsə istəyərsə də, onu deyir, kimsə qarşısına ala bilməz, rədd edə bilməz. Yəni, Allah Subhanahu taala kiməsə qədərində cəhənnəm yazıbsa da, onu kimsə qaytara bilməz. Yəni, buradan çıxaran fayda nədir? Yəni, sığınacaq və sənin deyir, əzabından xilas olmaq üçün nicat yeri yalnız nədir? Sənə yönəlməkdir. Yəni, Rəbbinə yönəlməsən, o əzabdan qurtara bilməzsən. Ona görə deyir, əsas məsələlərdən deyib, budur ki, düzgün şəkildə yönəlib, düzgün şəkildə iman gətirmək. Sonra gətirir ki, məsələn, Allah Subhanahu və Teala'ya iman gətirmək, onun Rasuluna iman gətirmək, bu da nədir? Əsas vaciblərdən biridir. Burada kifayətlənək, Allah Subhanahu bizə kifayətlənlərdən etsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.